71 min manat, 2 sota yaxın həyətyanı ərazisi var, 3 otaqlı, harca 90-100 kvadratlıq şəxsi tikili evdir. Baxın, belə raşotkalarına qədər çəkilib, bağ sizə ayrılıbdır. Həyətində adlı kombi otağı, bakı, gidrafonu, hər bir şeyi var. Yəni evimizin dövlət suyu, qazı, işığı, bütün sayğacları var. Sayğac problemi yoxdur. Padvala girişdə mümkündür. Yerdən 7 daş kürsülüdür. Yerləşmə yeri Binə qəsəbəsi Neon Market ilə yanmış obadan içəri. Ana yola 150 metr məsafədir. Yəni 150 metrdən çox deyil, azdır. Sağa döndü belə bir mətbəximiz. Mətbəx mebelindən belə hər şey var. Mətbəxdən sonra bax belə sağda bir dənə sanitar qovşağı. Sanitar qovşağı ölçüsü həqiqətən genişdir. Plusdakı aksesuarlar hamısı da təzədir, hamısı işlək vəziyyətdədir. Solda qonaq otağımız. Qonaq otağı təqribən 6-nın 4-də belə bir ölçü olar. Əşyalar qalır, elektronik əşyalar götürüləcək. Amma qalan gördüyünüz mebellər, əşyalar qalır. Bu bir yataq otağımızdır və bu da ikinci yataq otağı. Otaq ölçüləri genişdir həqiqətən. Evimiz ana yola 150 metr məsafədə yer, laminatdır, qiymət 75 min. Bana da çıxmaq olur, çorlu katına qədər döşənilib. 71 min manat. Tələsin dostlar.